Dostlar, nə qədər hamıya demişəm ki, mənə gül gətirməyin, mənə hədiyyə göndərməyin. Həqiqətən də bu günləri o durumda, yəni nə bilim, ilk valideynlərimsiz ilk doğum günüdür. Ona görə yəni mənə biraz ağır gəlir də bu. Hamıdan rica etmişdim. Gül, çiçək, hədiyyələr göndərməyin, amma çox sağ olun, minnətdaram. Dünən gecə 12-dən sürprizlərlə qarşılaşıram. Həm bizə işə, həm evə, həm aşağıda güllər çıxır. Hədiyyələrim çıxır. Məni eşitməyib, məni təbrik edən dosta, tanışa özlərinin təşəkkürümü bildirirəm. Həqiqətən dostluq budur, həqiqətən istəmək budur. Bu qədər. Mənə indi qızlar deyir ki, Xoşqədəm xanım, gələnlər var. Kimdir? Mənim daimi tamaşaçılarım. Gəlin, gəlin, gözəl xanımlar. Allah yüzümüze çok görmesin. Xoşqədəm xanım. Ay Allah, necə gözəl, necə Çok sevindim. özəlləriyle şirifdilər. 100 yıl yaşatsın. Sevgi budur. İkimizde kurban olsun. Sevgi budur. Sevgi budur. Çok sağ olun. Mənim üçün, mən hamıdan rica etmişdim ki, mənə nə gül, nə hədiyyə, heç nə gəlməsin. Ona göre gül almadım. Bugün 100 yaşayasınız. həqiqətən valideynlərimsiz çox sağ olun. Əsas odur ki, sənin canın sağ olsun, biz də sənin arxanı. Çox sağ ol. Qadın xoşbəxtliyi arzu verir. Çox 100 sağ ol. yaşayasınız. Valideynlərimsiz ilk doğum günüdür, ona görə mənim üçün çətin idi. Amma məni tək qoymadığınız üçün təşəkkür edirəm. Birimiz xalanıq, birimiz Deməli, dəyişmir də mənim əzizlərim. Mənim ən gözəl anımda da, ən kədərli anımda da, yanımda olanlarım. Nə yaxşı ki varsınız. Sizi sevirik. Təşəkkür edirəm. Sizi sevirik. Mən də sizi sevirəm. Yaxşı ki varsınız. Siz olmasaz heç nəyin öhdəsindən gəlmək olmur. Düzdür də olur. Düzdür. Sağ olun dostlar, təşəkkür edirəm. Sağ olun. Bugün üçün minnətdaram. Sağ ol. Məni sevindirdiniz, göz yaşlarımı sildiniz. Yəni mükəmməlsiniz. Yaş oldu 25 ayda maşallah. Hə, çox sağ ol, doğru. Hə, 25. Yaşlanırıq. Çilek, sen yine yatırsan. Bu bir kraliçedir. Bu Çilek hanımdır. Bu benim ürəyimdir. Bu benim canımdır ve buradan keçirəm Mətanət xanımın mənə göndərdiyi hədiyyəyə London Shoppers. Xanımların sevdiyi məkan. Ayaqqabılar, paltarlar, ziyafət geyimləri, gündəlik geyimlər, gözəl çantalar, ilahi. Mənə göndərdiyi çantanın rəngi, gözəlliyi. Mətanət xanım, sizə təşəkkür edirəm bu gözəl hədiyyəyə görə. İnanın mənə hər dəfə baxırdım səhifəyə, bu çantanı görmüşdüm ki, deyirdim ki, Mətişə deyəcəyəm ki, göndərsin mənə. Özü göndəribdi, çünki məni sevir, o mənim nə istədiyimi bilir. Xanımlar, seçiminizi yalnız London Shoppers səhifə. Bu artıq mənim əllərim dəydikdən sonra Mətişimin mənə göndərdiyi çiçəklərin son halıdır. Kişmiş də sevib çiçəkləri gördüyünüz kimi. Kişmiş də sevib çiçəkləri, hə? Kişmiş. Kişmişim də sevib çiçəkləri gördüyünüz kimi. Möhtəşəm, Mətişim, təşəkkür edirəm canım. Sən ürəksən, sən mənim canımsan. Bir insan bu qədər, bir insanın sevdiyi rəngləri, ağlından keçirdikləri, arzularını, istəklərini bu qədər bilə bilərmi? Bilə bilər. Bunun üçün doğma olmaq lazım deyil. Bunun üçün bir-biri hiss etmək, sevmək, mənfəətsiz bağlılıq. Mən səni sevirəm, Mətanət gülüm. Hər şey üçün təşəkkür edirəm.